İnformasiya modelinin təqdim olunması. Salam dostlar. Bu dəfəki dərsimiz informasiya modelinin təqdim olunması olacaq. Gəlin birlikdə öyrənək. İnformasiya modeli necə yaradılır və onu necə təqdim etmək olar? Biz artıq bilirik ki, hər bir obyektin və ya hadisənin modeli ola bilər. Model, obyektin və ya hadisənin əsas xüsusiyyətlərini əks etdirən sadələşdirilmiş təsviridir. Bu təsvir bəzən real görünüşdə, bəzən isə informasiya şəklində ola bilər. Bəs informasiya modeli nədir və niyə bizə lazımdır? İnformasiya modeli, obyekt və ya proses haqqında məlumatların müəyyən formada ifadə olunmuş təsviridir. Bu təsvir mətn, rəqəm, şəkil, sxem və ya cədvəl formasında ola bilər. İnformasiya modelinin məqsədi məlumatı anlamağı, təqdim etməyi və onunla işləməyi asanlaşdırmaqdır. O, məlumatın qəbulunu, emalını və qərar vermə prosesini sadələşdirir. İndi isə baxaq, informasiya modeli hansı formalarda təqdim oluna bilər? Mətn şəklində təqdimat. Bu zaman obyekt və ya hadisə sözlər vasitəsilə təsvir olunur. Yəni biz hadisəni və ya obyekti sözlərlə izah edirik. Məsələn, bitkilər işıq, istilik və su vasitəsilə böyüyür. Bu cümlə bitkilərin inkişafı haqqında sadə bir mətn modelidir. Riyazi model. Bəzən prosesi və ya hadisəni izah etmək üçün sözlər kifayət etmir. Belə hallarda riyazi modellərdən, yəni düsturlardan və bərabərliklərdən istifadə olunur. Riyazi model obyekt və ya prosesin riyazi ifadələrlə təsviridir. Məsələn, S bərabərdir V vur T düsturu məsafə, sürət və zaman arasındakı əlaqəni göstərir. Bu cür modellər fizika, kimya, iqtisadiyyat və mühəndislikdə prosesləri hesablamaq və nəticələri proqnozlaşdırmaq üçün geniş istifadə olunur. Qrafik model. Qrafik modellər şəkil, diaqram, sxem və qrafiklər vasitəsilə qurulur. Onların üstünlüyü məlumatı vizual və asan qavranılan formada təqdim etməsidir. Məsələn, temperatur dəyişməsini göstərən qrafik və ya kompüterin hissələrinin sxemi qrafik modelə aiddir. Cədvəl şəklində model. Cədvəllər məlumatları müqayisə etmək, sıralamaq və test tapmaq üçün çox əlverişlidir. Məsələn, şagirdlərin qiymət cədvəli və ya illər üzrə əhali artımı buna nümunə ola bilər. Alqoritmik model. Alqoritmik model dedikdə müəyyən bir işi yerinə yetirmək üçün ardıcıl addımların təsviri başa düşülür. Yəni bu modeldə biz nəyi, necə və hansı ardıcıllıqda etməli olduğumuzu göstəririk. Məsələn, çayı dəmləmək üçün əvvəl su qaynadılır, sonra dəmlik hazırlanır, daha sonra çay süzülür. Bu sadə misal gündəlik həyatda rast gəldiyimiz bir alqoritmik modeldir. İnformatikada isə bu cür modellər proqram yazarkən məsələlərin həllində və proseslərin avtomatlaşdırılmasında çox böyük əhəmiyyət daşıyır. İnformasiya modelləri bir çox sahələrdə tətbiq olunur. Elm və texnologiyada. Elm və texnologiya sahəsində informasiya modelləri proseslərin simulyasiyası və elmi tədqiqatların aparılması üçün mühüm vasitədir. Bu modellər real şəraitdə mümkün olmayan təcrübələri virtual mühitdə sınaqdan keçirməyə imkan verir. İqtisadiyyatda. İqtisadiyyat sahəsində informasiya modelləri bazar proseslərinin, maliyyə göstəricilərinin və istehsal planlarının təhlili üçün istifadə olunur. Bu modellər iqtisadçılara qərar qəbul etməyə, riskləri qiymətləndirməyə və gələcək iqtisadi vəziyyəti proqnozlaşdırmada kömək edir. Təhsildə. Təhsil sahəsində informasiya modelləri biliklərin sistemləşdirilməsi, təqdimatı və öyrədilməsi üçün çox vacibdir. Müəllimlər dərs mövzularını şagirdlərə daha aydın çatdırmaq üçün qrafiklərdən, cədvəllərdən, alqoritmik modellərdən istifadə edirlər. Eyni zamanda təhsil platformalarında təqdim olunan elektron simulyasiyalar da informasiya modelinin bir növüdür. Mühəndislikdə. Mühəndislikdə informasiya modelləri layihələrin hazırlanmasında və sınaq mərhələsində mühüm yer tutur. Bir mühəndis bina tikintisindən əvvəl onun 3D modelini yaradır, bütün ölçüləri, materialları və yük daşıma qabiliyyətini yoxlayır. Bu model real tikintiyə başlamadan əvvəl mümkün problemləri aşkarlamağa kömək edir. Beləliklə mühəndislər həm vaxt, həm də resurs baxımından daha səmərəli nəticələr əldə edirlər. İnformatikada. İnformatika elə bir sahədir ki, informasiya modelləri onun əsasını təşkil edir. Burada modellər proqram təminatının qurulması, dizaynı və test edilməsi zamanı tətbiq olunur. Verilənlər bazası yaratmaq üçün isə cədvəl və əlaqə modellərindən istifadə olunur. Süni intellekt sistemlərində, oyun dizaynında və hətta mobil tətbiqlərdə belə informasiya modelləri mühüm rol oynayır. İndi isə mövzu ilə bağlı 3 test nümunəsini edək.
Yekun. İnformasiya modelinin təqdim olunması o deməkdir ki, biz hər hansı bir obyekt və ya prosesi insan üçün anlaşılan və istifadə oluna bilən formada göstəririk. Yəni, məlumatı elə təqdim edirik ki, onu asan başa düşmək, analiz etmək və istifadə etmək mümkün olsun. Bu təqdimatın forması isə məqsəddən asılıdır. Bəzən mətn, bəzən cədvəl, bəzən də qrafik və ya sxem şəklində olur. Dostlar, bu dərsdə biz informasiya modelinin təqdim olunması mövzusu ilə tanış olduq. Bugünlük bu qədər. Sağ olun, növbəti dərsdə görüşənədək.